Yaradıcı süni intellekt təlimindən növbəti qrupumuz üçün qeydiyyat artıq başlayıbdır. Siz bu təlimdən nələr öyrənərsiniz? Yaradıcı süni intellektin digər süni intellekt modellərindən fərqləri nələrdir? Və bu gün ən əsas işimizə lazım olan prompt mühəndisliyini öyrənəcəyik. Hətta iləri səviyyə prompt mühəndisliyində dərslərimizdə keçəcək. Əlavə olaraq platformalarda kodsuz olaraq öz işimizə lazım olan botlar necə yaradılır, onları öyrənəcəyik. ChatGPT, Gemini, Grok kimi platformalardan daha yaxşı necə istifadə edə bilərik, onları necə fərdiləşdirərik, onları öyrənəcəyik. Ondan sonra gəlir ən əsas məsələ, istədiyimiz şəkilləri yazaraq necə hazırlaya bilərik, posterləri necə hazırlaya bilərik, yazaraq animasiyon filmləri, qısa reklam filmləri necə hazırlaya bilərik, onları öyrənirik. Sonuncu modulumuzda isə səsləndirmələr, musiqilər və ən əsas hal-hazırda lazım olan şirkətlər üçün ən əsas deyərdim ki, digital avatarların necə yarandığını öyrənəcəyik. Və dərsin sonunda final layihəmiz olacaq. Siz o öyrəndiklərinizi bizə nəticə olaraq göstərəcəksiniz. Dərsimiz toplam 2 ay davam edir. Ətraflı məlumat üçün bizə yaza bilərsiniz.